Yeni bir mənzildə hamınızı salamlayırıq. İçəri şəhər metrosunun tam yanında, Təzəbəy hamamının düz yanında bu gördüyünüz Stalinka layihəli binada dubleks tipli 4 otaqlı bir mənzili sizlərə təqdim edəcəm. Daxil olduğum mənzilimizə hal-hazırda mənzilin giriş hissəsindəyik. Burada ikinci mərtəbəyə qalxan pilləkənlər bizi qarşılayır. Buradan daxil oluruq. Mənzilin geniş bir qonaq otağı yerləşir. Baxın, bu şəkildədir. Yel çəkərdir. Həm dəniz istiqamətinə, İçəri şəhəri istiqamətinə baxır, həm də bu hissədən isə Təzəbəy hamamı istiqamətinə baxır. Bura ümumilikdə 2 otaq olub, qanuni. Arası açılaraq geniş bir, böyük bir zal hissə düzəlib. Döşəmə parketdir. Çox gözəl bir təkliflə qarşınızdayıq. Həqiqətən də qonaq otağının bir daha sizə bu şəkildə göstərim. 2 pəncərə o istiqamətdə, 2 pəncərə bu istiqamətdə var. Qonaq otağından buradan eyvana çıxış var. Bir də koridor hissədən eyvana çıxış var. Bu hissədən eyvana çıxış hissəni sizlərə təqdim edim, dəyərli izləyicilər. Baxın, buradan çıxırıq eyvan hissəyə. Baxın, bu eyvanda mənzilin eyvanıdır. Burada Təzəbəy hamamı yerləşir. Baxın, bu istiqamətdə. Bu istiqamətdə isə Flame Towers istiqamətinə baxır. Buradan Təzəbəy hamamından aşağı düşürsünüz. 200-300 metr sonra İçəri şəhər metrosudur. Keçək digər hissələrlə də tanış olaq. Baxın, burada tam vitrin boy pəncərə, baxış istiqaməti dəniz istiqamətindədir. Burada mənzilin mətbəx hissəsi yerləşir. Mətbəxin girişi öncədən orada olub. İkinci mərtəbə pilləkən artırıldığı üçün giriş hissə buradan düzəlib. Belə bir gözəl mətbəx hissə mövcuddur. Baxın, bu şəkildədir. Mətbəxdən burada eyvan hissəyə çıxış var. İstilik sistemi kombidir. Qaz, su, işıq təminatı fasiləsizdir. Belə bir geniş eyvan var. Dənizə baxan bir eyvandır. Baxın, bu istiqamətdə göstərim sizə. Binanın həyəti də var, şlaqbanın həyəti var. Avtomobil saxlamaq üçün ayrılmış zolaqlar mövcuddur. Ümumilikdə 3 eyvan var mənzildə qeyd edim. Keçək digər hissələrlə də yaxından tanış olaq. Mətbəx hissəni, qonaq otağı sizlərə təqdim elədim, dəyərli izləyicilərimiz. İndi isə keçək. Burada mənzilin sanitar qovşağı yerləşir. Baxın, bu şəkildədir sanitar qovşağı. İkinci mərtəbədə də ayrıca sanitar qovşağı mövcuddur. Buradan da eyvana çıxış var. Qalxacaq buradan ikinci mərtəbəyə. Aşağıda bir qonaq otağı, yuxarıda isə 3 yataq otağı yerləşir, dəyərli izləyicilərimiz. Burada ümumi hol hissə yerləşir. Baxın, bu şəkildədir. Orada birinci yataq otağı, ikinci yataq otağı, sanitar qovşağı. Burada isə üçüncü yataq otağı yerləşir. Baxın, bu şəkildədir. Bu birinci yataq otağımızı sizlərə təqdim edir. Kifayət qədər geniş sahəyə malikdir. Burada ikinci yataq otağı, özünə aid pəncərə hissəsi bu şəkildədir. Burada isə üçüncü yataq otağı yerləşir. Baxın, burada da belə bir yataq otağı mövcuddur. Ümumi hol hissədən ayrı bir sanitar qovşağı yerləşir. Burada isə sanitar qovşağıdır. Qazı, suyu, işığı daimidir, sənəd kupçadır. Qeyd edim ki, mənzilin çıxarışı aşağı hissədən çıxarışıdır. 65 kvadrat ölçülü mənzilin çıxarışıdır. Bu hissə isə artırma hesabına düzələn hissədir. Yəni mənzilin mansardır. Mansar mənzilə qatılaraq genişləndirilmişdir. Bu şəkildə, yəni bütün qonşularda bu şəkildədir. Çıxarış yalnız aşağı sahənin, yəni aşağıdakı 2 otaqlı mənzilin sənədinin çıxarışıdır. Yuxarı hissənin sənədi yoxdur. Yalnız bu mənzilə aiddir. Mənzili sizlərə təqdim elədim. Mənzilin qiyməti 275.000 manatdır. Real alıcıya da endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.